Azərbaycanlı qızlar Amerikada. Salam dostlar, necəsiz? Bugün YouTube kanalına start veririk. Daha doğrusu hər həftə bir mövzu ətrafında müzakirə eləyəcəyik və bir mövzunu belə deyək qoyub və o ilə video çəkəcəyik. Bugünkü mövzumuz isə əlbəttə ki, bir Azərbaycanlı xanımı olaraqdan yemək videosu. Həm pişirəcəyik, həm də danışacağıq. Biz bugün burada lahmacun pişirəcəyik, amma həm də söhbət eləyəcəyik. Amerikadan, Azərbaycandan nələrə təəccübləndik, nələr Azərbaycanda daha yaxşı inkişaf eləyib, bura nisbətən ümumiyyətlə fərqlərdən danışacağıq. Fərqlərdən, oxşarlıqlardan, üstünlüklərdən, mənfiliklərdən, hamısından. Ona görə də hazır olun. Hamı məndən soruşur, yəni canlı da açanda, ümumiyyətlə postlar da qoyanda ki, mən bura necə gəlmişəm? Mən və Fidan biz bura green cardlı olaraq gəlmişik. Yəni green card qalibi olaraq gəlmişik. İnanıram ki, heç qalib olsaq, heç Amerikaya gəlmək fikrimiz də olmazdı. Qalib olmasaydıq, yəni əgər mən qalib olmasaydım, düşünürəm mən gəlməzdim. Yəni burada gəlib oradan bilmirik də. Mən heç ümumiyyətlə bilmirdim Meksika nədir, Meksika yolu ilə keçmək nədir, qanunsuz olaraq ölkədə yaşamaq nədir, düzdürmü? İndi məsələn gəlib danışırlar da, ətrafımızda çoxlu Azərbaycanlı var ki, onların çoxsunun sənədi yoxdur. Düzdür? Düzdür. Və onlar burada nə əziyyətlər çəkirlər, həm özləri üçün qazanırlar, həm vəkil üçün qazanırlar, həm məhkəmə üçün. Bunun həm də psixoloji tərəfləri var. Oradan bilmirəm, baxanda Azərbaycandan necə görsənir, amma bura qanunsuz yolla gəlmək həqiqətən çətindir. Bir nevi travma da adamda yaradır məncə. Bura gələn Azərbaycanlılar həmin günlərdən hələ də danışırlar. Yəni hələ də danışırlar və deyirlər ki, mən o dəhşəti yaşamaq istəmirəm. Çünki orada bizim bildiyimiz və bilmədiyimiz şeylər nələrsə baş verir. Universiteti bitirmiş, artıq öz ayaqlarının üstündə duran qızsan, düzdürmü? Və Azərbaycanda da bir həyatım var da, olub. Oradan bura gələndə, yəni nə fərqlər var? Gələndə bura nəyi səni şok elədi? Yəni düşünürdün ki, başqa cür olacaq, amma bura gəldin, təəccübləndin. Yəni çox şey o kinolarda gördüyümüz kimi deyil, onu başa düşdüm, yəni konkret. Xüsusən də Virginia ştatı ümumiyyətlə kinolara dəxlis yoxdur. Həqiqətən gələndə ştatı seçmək çox önəmlidir. Yəni mən bura gələndə bilirdim belə sakit bir ölkəyə, ştata gəlirəm də, yəni ki, sakitçilik. Amma da bu qədərini bilmirdim. Yəni sakit deyəndə dostlar, biz sosial həyat yoxdur konkretdə. Yəni ki, çıxırsan çölə, heç kim yoxdur. Bir sənsən, bir ağaclardır yəni. Bir sənsən, bir ağaclardır. Bu qədərini mən gözləmirdim. Arada ağaclarla da oturub danışıb edirsən də boşluqdan. Başa düşürsünüz. Yəni o dərəcədə social life-ın sıfır olduğu ştatlardan biridir bura Virginia. Biz Azərbaycanda social life deyəndə, məsələn, biz Azərbaycanda çölə bayıra çıxanda, yaxşıdır məncə o qədər. Çölə bayıra çıxanda bir adam var, Targoviya düşürsə millət var. Adamı qoyaq bir qırağa. Azərbaycanda hər yerdə bir kafe, bir mağaza, hər hansı bir şey var. Yəni hər şey əlinin altındadır. Bəli. Amma burada elə deyil. Yox. Burada bir yerə getmək üçün bir şeyə ehtiyacın var. Bir saat getməlisən. Yaxşı. Hə. Məsələn, burada adi kafeyə giririk də. Kafedə belə adam yoxdur. Özün oturub yeyib durursan. Yəni kafe məsələ adamın olmağı deyil də. İnsan adam olanda özünü daha rahat hiss eləyir deyə düşünürəm. Nə bilim, bir fərqlilik olur ki, evdən çıxdım, cəmaət arasına çıxdım, adam üzü gördüm, bir maraq olursan. Yox, burada elə şey yoxdur. Həftənin xüsusən də həftə günləri, iç günlər ümumiyyətlə insan yoxdur. Həftə sonları biraz belə... Bir də mənə təəccübləndirmişdi. Saat 9-dan sonra həyat bunlarda ölür. Bəli. Hamı evinə girir, qapılarını bağlayır. Restorana gedirsən, saat 9 olmadan deyirlər ki, biz birazdan bağlanacaq, xahiş edirəm, çıxın gedin. Mol belə saat neçədə bağlanır mol? 7-8 pisiyo, mol bağlıdır. Bir də Azərbaycandakı mol, 10-11, cəmaət hələ paltarlara baxır. Daha sonra bir çox Azərbaycanlılarımız deyirik, çölə çıxırsan insanlar gülür. Harada gülürlər, o gülən insanları mən də görmək istəyirəm. Ya da o qədər sadəlöv olmalısan ki, onların sənə həqiqətən səmimi olduqlarını düşünəsən. Yəni sən bu qədərmi? Mədəni deyir ki, çox saf olmalısan ki. Onu deyirəm də, nə qədər sadəlöv olmalısan ki, buna inanasan ki, səni sadəcə olaraq gülüb yola verirlər ki, get də işinlə məşğul. Bizdən vaxtımızı vest eləmə. Başımızı xarab eləmə, öz işimiz, gücümüz var. İnsanlar o qədər
fake-dilər dostlar. Fake. Yəni hər saniyələrini iş olaraq görürlər burada. Yəni nəsə lazımlı bir şey eləsinlər. Saatla gülürlər. Saat 5-ə qədər işləyirlərsə 5-ə qədər güləcəklər. 5-dən sonra Sən onları küçədə görərsən üzlərini çevirərlər. Halbuki neçə saat bir yerdə işləyirsən, iş yoldaşındır da, right? Elə şey yoxdur. Ona görə Azərbaycandakı dostluqlar daha təbii və səmimidir. Azərbaycanda yaranan münasibətlər. Dostluqlar deməyə, Azərbaycandakı insanlar daha səmimidir. Bəli, Azərbaycandakı münasibətlər daha səmimi, daha doğmalıq üzərində qurulan münasibətlərdir. Yəni bu münasibətlər əgər qurulursa davamlı olaraq gedir. Burada əgər sən işdə iş yoldaşındırsa, sən onunla işləyənə qədər siz dost, iş yoldaşısınız. Yollarınız ayrıldısa, həyat yolunuz da ayrılır. Amma Azərbaycandakı iş yoldaşlarımız bizi ilə az qala ailə olurlar. Hə, Fidanla biz necə tanış olmuşuq, ondan da biraz danışaq insanlara. Çox xətrimə dəymişdi, ümdən deyim. Yəni ki, nə telefonuma cavab verirdi, nə mesajıma cavab verirdi. Tipik qız bürcü, Yəni tipik qız bürcü. Gəlmədən önce şikayətlənirdim. Deməli, Fidan otaq axtarırdı, yer axtarırdı. Yer axtarırdı qalmağa Amerikada. Right, yeah. Green card udandan sonra biraz da ay Allah hər mövzumuz yarım çıxar. Deməli, Amerikada green card udandan sonra, ştatı seçdikdən sonra ev tapmalısan. Çünki ev tapmaq məsələsi Amerikada ən çətin mövzulardan biridir. Fidan da tək qız olduğu üçün ona tam bir ev yox, onun pulu daha yüksəkdir. Sadəcə olaraq bir otaq kifayət eləyirdi deyə bir otaq axtarırdı. Mən də həmin dövrlərdə otaq yoldaşı axtarırdım. Çünki qaldığım ev çox yekə evdir və mən ancaq qızımla qaldığım üçün ehtiyac yoxdur o boyda evə. Mən də dedim ki, bir xanım olsun, otaq yoldaşı olsun. Belə daha biz yaxşı yola gedərik. Mən oluram. Elə də alındı ki, o xanım Fidan oldu. Hiss edirəm ki, işin çox səsini mən görürəm, amma olsun, video çəkirik deyə, hə, başım qarışır. Mən ruhən sport edirəm sən burada. Mənəvi olaraq yanımdasan. Çox sağ ol, təşəkkür edirəm. Hə, nəysə. Hə, Fidan da yer axtarırdı. Bu işim elə alındı ki, biz beləcə bir yerdə qaldıq. Artıq neçə vaxtdır biz bir yerdə? 7 aydır bir yerdəyik. Oh my god. Oh my god. Nə vaxt gəlmişəm, proje yadımda deyil. Yaxşı, bay tutaq ki, gəldin də. Bəli. Heç kimin ingilis dilisi mükəmməl deyil. Yəni Azərbaycan ingilis dilisidir də. Nə qədər də super olsa, bomba olsa, əgər sən xüsusi bir sertifikatın, IELTS, TOEFL, nə bilim, Cambridge, Harvard yoxdursa, yəni sənin ingiliscə tipik Azərbaycan ingiliscə olacaq və orada mühit də orada mühit də o deyil də. Azərbaycanda niyə mühit ingilis dilində olsun, right? Ona görə də sənin ingilis dilin o qədər olmayacaq. İndi necə idi sən bax gəldin? Tutaq ki, sən də ingilisini bilən bir adamlardan biri idin də. Yəni belə ingilis dilim perfect deyildi. Burada bir şey var ki, həqiqətən nəyi də sevməsəm, cəmaatın bir xasiyyətini sevirəm ki, yəni mükəmməl danışmasan da səni heç kim o panikaya salmır da. Necə Azərbaycanda rus dili bilməyən də möhtəşəmdir bu arada. By the way, yes. Möhtəşəmdir. Hə, necə Azərbaycanda rus dil bilməyəndə hamı sənə şokla baxır. Sən necə yəni rusca bilmirsən? Burada elə deyil. Burada elə deyil. Burada hamı deyir ki, burada sənə dəstək olacaqlar. Dəstək, yəni gözləyirlər. Heç bir problem yoxdur. Səhv danışsan da, yəni sənə kömək edirlər ki, yəni səhvini düzəldirlər. Yəni mənim ingiliscəm mükəmməl deyil. Məsələn, mən danışanda bir ingilislə özüm deyirəm, nə ki, mənimki mükəmməldir. Onlar sən yəni tam tərsi deyirlər ki, nə danışırsan? Çox yaxşı danışırsan, sən communication o qədər gözəl qurursan ki bizlə, yəni bu harda öyrənmisən belə? Məsələn deyirlər neçə aydır burdasan, deyirsən 6 aydır. Sən necə 6 ay bu qədər qəşəng danışırsan? Da deyə bilmirəm ki, biz sizdən fərqli olaraq Azərbaycanda hər dili öyrənirik. Ümumiyyətlə Amerikalıların coğrafiya biliyi çox zəif və yaxud da sıfırın altındadır. Sizə bir şeydir. Coğrafiya deməyək. Yəni ümumiyyətlə mən bura gələndən sonra bir şey daha yaxşı anladım ki, Azərbaycanlı olaraq, xalq olaraq çox savadlı, çox qabiliyyətli, çox fərasətli bir xalqıq doğrudan ha. Hər şeyi bacarırıq. Yəni sən bir Azərbaycanlını bir yerə at, bir mühitə, o oradan çox şeyi öyrənib, çoxsundan da çox yaxşı eləyəcək. Öz həyatını normal bir şəkildə quracaq. Gedirlər bunlar hara? Abına. Ümid eləyirəm bizi utandırmazsınız. Gözlə. Gözlə. Bəli dostlar, bişirdik. Lahmacunumuz çıxdı, belə alındı. Bugünlük söhbətimiz bu qədər. Bu qədər danışdıq. Amma növbəti efirlərimiz daha maraqlı olacaq. Ona görə izləyib həm də komment yazın ki, bizə də həvəs olsun. Bəli.
Hələlik Amerikadan bu qədər. Gülə-gülə.